Hoş geldiniz Şebnem Hanım. Gelen ayaklarınıza kurban olun. Kurban olun size. Hoş geldiniz. Safalar getirdiniz. Şəbnəm Tovuzludur bu. Sən Şəbnəm Tovuzluya niyə qurban olsan? Ağsaqqal boyun yerə soğum səni. Salam dəyərli dostlar, xoş gördük. Əziz dostlar, həmişə videonu axıra qədər izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. A-Class dondurmaları. Keyfiyyətə önəm verənlər üçün. Mövzuya keçməmişdən öncə bir şey deyim ki, əziz dostlar, aşağıda gördüyünüz mənim WhatsApp nömrəmdir. Əsasda Rusiyada yaşayan soydaşlarımız bilsin. Biz çünki Rusiyaya da çatdırılma eləyirik. Çindəki zavodlardan, fabriklərdən nə istəsəz topdan şəkildə alıb sizə göndərə bilərik. Hətta Koreyadan, Çindən avtomobil də alıb göndərə bilərik. Problem yoxdur. Nə istəsəz təbii ki, aşağıdakı nömrəmlə əlaqə saxlayın, alıb sizin üçün ucuz qiymətə göndərək. Bəli. İnancılara görə bu ağac ağlayırmış və bura ziyarətgahdır. Biz də gələk bir baxaq dedik. Bəli, yeri göyü yaradan Allahdır, hər şeyin sahibi Allahdır. Amma bunlar da Allahın möcüzələridir məncə. Zaten təbiət özü Allahın əsəri və möcüzəsidir. Sonra da deyirlər ki, bizə söz deyirsiniz, inancımızı təhqir edirsiniz. Təhqir eləmək deyil. Buradan deyirsən ki, Allah belə, Allah elə, buradan gəlib ağacı ziyarət edirsən. Ağac hər yerdə var da, get başqa ağacları da ziyarət elə də. Açıq deyim ki, sizə dostlar, bu batil inanclar və ona inanan insanlar çox zaman girirlər, heç nəyi düşünmədən, fikirləşmədən özlərini inanclı sayırlar. Onların, belə deyək də, bu inanclarını tənqid eləyənlərə təhqir yazırlar. Halbuki inanclı insan təhqir eləməz. Yəni, inanclı insan təhqirə yol verməməlidir. Kimsə əgər təhqirə yol verirsə, oradan da gəlib güya öz aləmində namaz qılırsa, o adam saxta adamdır, onsuz da bunu hamı bilir. Abidə dövlət tərəfindən qorunur. Ölkə əhəmiyyətli memarlıq abidəsi. Mədəniyyət Nazirliyi hara baxır? Gəlib ələm zad qoyublar ora. Mən ələmi görəndə, yəni bilmirəm də, o ələm sizə də şey gəlir, belə mənə qəribə gəlir, belə iyrənirəm açığı. Bir insan niyə belə şeylərlə Allahdan mədət umsun ki? Hoş geldiniz Şebnem Hanım. Gelen ayaklarınıza kurban olun. Kurban olun size. Hoş geldiniz. Safalar getirdiniz. Aldığınızda karşısında kurban olun. Hoş geldiniz. Bu ağsaqqalın bir yaxını, tanışı, qohumu, əqrəbəsi, yeznəsi, kürəkəni, nə bilim, kimisə qayıt etmədi ki, yekə kişisən, niyə biyabır edirsən bizi, kimə qurban olursan olur, Şəbnəm Tovuzluya niyə qurban olursan? Yəni, bir insan başqa insana, yəni bir müğənniyə niyə qurban olsun, niyə çurban olsun? Ağsaqqal, nə bilim, valla, bilmirəm, cəmaatı başa düşə bilmirəm. Yəni, müğənnidir də, xoşuna gəlir mahnıları, baxmayaraq ki, çox adamın xoşuna gəlmir. Yaxşı, hörmət eləyərsən, başın üstə yerin var deyərsən, nə bilim, gözüm üstə, belim üstə, necə belə bir şey. Yoxsa qurban olum, gələn ayaqlarıma qurban olum. Qurban olursan, ged arvadıva qurban ol, nə bilim, övladıva qurban ol. Sən Şəbnəm Tovuzluya niyə qurban olsan? Şəbnəm Tovuzludur bu. Sən Şəbnəm Tovuzluya niyə qurban olsan? Ağsaqqal boyun yerə soğum sənin. Neyse dostlar, ən əsəbləşdiyim videonu axıra saxladım ki, sonra videonun əvvəlində müzakirə eləsəydim, dilim dolaşacaqdı və bu haqda danışa bilməyəcəkdim sonraki videolarda. Ona görə də dilim artıq dolaşır, əsəb stres keçirdirəm. Özünüzə yaxşı baxın, görüşərik. Hələlik.